Əgər 2000-ci ildə Yevgeni Primakov prezident seçilsəydi, Rusiya və keçmiş SSR ölkələrinin taleyi necə dəyişərdi? Bəlkə də Rusiya bugün Putinin deyil, tamamilə başqa bir liderin idarəsində olardı. Amma nəyə görə Yeltsin Primakovu deyil, məhz Putini seçdi? Bu tarixi qərarın pərdəarxası məqamlarına birgə nəzər salaq. 1990-cı illərin sonlarında Boris Yeltsin ağır xəstə idi və siyasi varisini axtarmağa başlamışdı. Ancaq bu seçim heç də asan deyildi. Həmin dövrdə Yeltsin bir neçə namizəd üzərində düşünürdü. Onların arasında Nemtsov, Kiriyenko və daha sonra Yevgeni Primakov da var idi. Amma Primakov qısa zamanda Yeltsinin gözündə təhlükəyə çevrildi. Bu təhlükənin kökləri haradan başlayırdı? Yevgeni Primakov Yeltsinin dövründə baş nazir vəzifəsini tuturdu. Onun siyasi baxışları SSR-nin yenidən dirçəlməsi üzərində qurulmuşdu. Primakov SSR-nin sərhədlərini bərpa etmək istəyirdi. Yeltsinin memuarlarında bu haqda xüsusi qeyd var. Orada deyilir: Primakov ölkəni sosializmə qaytarmaq və keçmiş SSR-nin sərhədlərini bərpa etmək istəyirdi. Yevgeni Primakov baş nazir təyin olunandan sonra Dövlət Dumaya prezident səlahiyyətlərini məhdudlaşdıran bir qanun layihəsi təqdim etmişdir. Bu layihə prezidentin səlahiyyətlərini azaldır və baş nazirin hakimiyyətini artırırdı. Xəstəxanada müalicə alan Yeltsin bunu öyrəndikdə Primakovu açıq şəkildə tənqid etmiş və onların münasibətləri daha da pisləşmişdi. Beləliklə, Yeltsin-Primakov qarşıdurması məhz bu dövrdə daha da gücləndi. Yevgeni Primakov təkcə qanun layihələri ilə deyil, həm də media üzərində nəzarət yaratmaq cəhdləri ilə də yadda qaldı. O, jurnalistlərə təzyiq göstərir və hökumət haqqında tənqidi materialları məhdudlaşdırmaq istəyirdi. Primakov, SSR dövründə olduğu kimi, mətbuatı tamamilə idarə etmək planları qururdu. Bu, həm daxildə, həm də xaricdə narahatlığa səbəb olmuşdu. Bir çox qərb ölkələri Rusiyanın yenidən avtoritar rejimə qayıda biləcəyindən ehtiyatlanmağa başlamışdı. Qəzetlərdə Primakovun planları haqqında müxtəlif xəbərlər yayımlanırdı. Sərlövhələrdə Primakov SSR-nin sərt rejimini bərpa etmək istəyir. O, Dövlət Dumasında prezidentin impiçment olunması üçün danışıqlar aparırdı. Primakovun məqsədi Yeltsini hakimiyyətdən uzaqlaşdırmaq idi. Amma Yeltsin bu planın fərqinə vardı və Primakovu baş nazir vəzifəsindən azad etdi. Primakov devrildikdən sonra Yeltsin siyasi varis kimi daha etibarlı birisini axtarmağa başladı və Vladimir Putini seçdi. Beləliklə, tarixdə mühüm bir dönüş nöqtəsi yaşandı. Bəs Primakov 2000-ci ildə prezident seçilsəydi nə baş verərdi? Rusiya və keçmiş SSR respublikaları üçün vəziyyət necə dəyişərdi? Bəlkə də Rusiya bugün tam fərqli bir ölkə olardı. Yeltsinin bu seçimi dünya siyasətində tarixi bir dönüş yaratdı. Videonu bəyəndinizsə, kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Fikirlərinizi şərh bölməsində bizimlə paylaşın.